Düşdükdən sonra biz elə bu studiyada deyirdik ki, onda heç kim inanmırdı ki, heç kim gəlin özümüzü aldatmayaq. Heç kim inanmırdı ki, Qarabağ 2 oyundan sonra 2 qələbə qazanacaq. Amma fikirləşirdik ki, Bakıda Kopenhageni məğlub eləyə bilər. Yəni onun qalib gələ biləcəyi komanda Kopenhagen sayılırdı. Amma indi Qarabağ 6 xalla dünya nəhəngləri ilə 6-lığı bölüşür. Yəni 6 komandanın 6 xalı var. Bax bu 100% nəticə ilə növbəti mərhələyə yüksəlmək üçün əla imkan yaradır. Düzdür, çətin olacaq çünki Qarabağın çətin oyunları hələ irəlidədir. Bundan sonra başlayır, amma mümkünsüz şey yoxdur. Yenə deyirəm, kim gözləyə bilərdi ki, Qarabağ dalbadal 2 oyunda qalib gələcək. Qarabağ Avro Arenada hamıdan ucadan səs salmağa davam edir. Qarabağ indi Avropanın ən əsas sensasiyasıdır. İnanmıram ki, kimsə Qarabağı 2 turdan sonra liderlər qrupunda görə bilərdi. Xüsusən də ötən ilki Avroliqadakı o uğursuz mövsümdən sonra düşünmürəm ki, kimsə belə bir əla starta inanardı. Amma indiki Qarabağ bu başqa bir tarixdir. Bu komanda 2024-cü ildə az qala Bayeri məğlub edəcəkdi, keçəcəkdi. Bu Qarabağ o Qarabağı xatırladır, amma indiki Qarabağ daha təcrübəlidir, daha inamlıdır. Amma irəlidə İngiltərə, İtaliya, İspaniya, Almaniya, Niderlandiya nəhəngləri ilə çətin oyunlar gözləyir. Bəli, Qarabağ başından yuxarı tullana bilib. Əgər bundan sonra daha 4-5 xal toplaya bilsə əla olar. Çünki start əladır. Təbii ki, indiki rəqibləri Qarabağı daha ciddiyə alacaqlar. Düşünürəm ki, 10-11 xal növbəti mərhələ üçün kifayət eləyə bilər. Niyə də yox?